Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. La ilahe illallah. Ərəfə gününün əsli Adəm babamıza qədər uzanır, gedir. Adəm babamızın bağışlandığı gündür Ərəfə günü və bizə Adəm babamız cənnətdən çıxmağı yox, cənnətə getməyi öyrətdi həmən günü. Və bu da həmən günün dəyərli olduğudur Allah qatında da. Bugünkü ən çox xatırlandığı qədəri ilə Ərəfə günü hacıların hacda olduğu vaxtı Ərəfə vaqfası ilə qurban kəsimi. Və bu hər iki sözün mənasına baxanda insan bunu daha gözəl başa düşür. Ərəfə tanıtmaqdır, mənalarından biri də tanış olmaqdır və qurban da qəribdən gəlir, yaxınlaşmaqdan gəlir. Və bugünkü günü həmin sənin sualı, əsası canı Allaha bir dua ilə, Allah Cəllə Cəlaluhuya istədiyimiz bir şeylə. Çünki Allah bizə həqiqi mənada bir gözəl söz var, vermək istəməsəydi, istəməyi verməzdi, o içimizdəyi istəyi verməzdi. Və bugünkü günün məğzini daha gözəl başa düşməkdən ötəri Cabir radiyallahu anhudan sahabə əfəndilərimizdəndir. Bir gözəl hədis-i şərif var ki, bu Ərəfə günü Allah Cəllə Cəlaluhu mələklərlə bir yerdə səmaya iner, gökyüzünə iner və orada insanları göstərər. Ki, bax, ey mənim mələklərim, insanların məndən ötəri çəkdikləri əziyyətə bax və bunlar mənim qonaqlarımdır. Və mən də bir ev sahibi kimi müsafirlərimə ikram eləməliyəm, onların qarşısına yaxşı çıxmalıyam, onları razı salmalıyam. Və siz də şahid olun ki, bugünkü günü edilən duaları məndən istəyən insanları əfv eləyəcəm, istədiklərini verəcəm. Yaxınlarımıza, yəni bu gün haqqında xəbər olmayan insanlara nəyi tövsiyə edərdin? Onu tövsiyə edərdim ki, ən azından hər şeyi qırağa qoysaq belə, bugün Allah ömür vermiş olsa belə, bir də bir ildən sonra qarşımıza çıxacaq. Gözəl şəkildə Allah Cəllə Cəlaluhudan istəyək, istəklərimizi Allaha çatdıraq. İslam aləmində müqəddəs gün, iki müqəddəs gün var. Biri Ramazan bayramıdır, biri Qurban bayramıdır. Həzrəti Peyğəmbər İbrahim əleyhissalamın oğlu İsmail əleyhissalamı Allah huzuruna aparan bir gün. Vədinə doğru bir gün üçün. Xalqımız üçün, millətimiz üçün, ailəmiz, uşağımız üçün, bugünkü gündə əmin-amanlıq üçün günümüzü doyu ilə keçiririk. Zəngin şəxslər qurban kəssə daha yaxşı olar. İmkanı olmayanlar qəlbindən keçirsə ki, yarım imkanım yoxdur, öz onun ayağındadır. Allah Taala ona da həmin savab verir, kəsmiş qədər savab verir. Yaxşı olar ki, dizimizi ataq yeyək, üzümüzü çörək qibləyə Allaha Taala qarşı yalvarış eləyək ki, yarım ölkəmizə əmin-amanlıq elə, sülh elə, saadət elə, namaz qılanlarımızın sayını çox elə gəlin, məscidlərimizi də doyu ilə, yalvarışla azan səsi gəlsin. Allah razı olsun.